Son dövrlərdə fərqli iynələr çıxıb, fərqli adlarda çıxıb. Hamı da istifadə eləyir. Arıqlayanlar da var, nəticə alanlar da var, nəticə alıb gizlədənlər də var. Mənə maraqlıdır ki, bir mif var. Hamı iynə deyəndə, arıqlama dərmanı deyəndə qorxur. İynə deyəndə ümumiyyətlə qorxur. Demək ki, necəsə daxili kimyəvi tənzimlənmə olur ki, beyinə bu şəkildə siqnal gedir, iştah kəsilir. Qidaya münasibət dəyişir. Amma bu o demək deyil ki, bu insan yemək yeməməlidir. İştahını azaldır. Qidaya olan münasibət, qidadan olan asıllığımızı azaldır. Və nə oldu? Elmi tədqiqatlar göstərir ki, alkoqolizmlə mübarizədə də GLP-1-lər çox müsbət nəticə verir. Yəni illərlə alkoqolizmlə əziyyət çəkən insan müraciət edir. Təbii ki, artıq çəkisi də var. Çünki qidalanma ilə içki məclisləri üst-üstə düşür, çox olur və bir müddət sonra artıq özünü idarə edə bilmir. Uzun müddət spirtli içkilər qəbul edir. Müraciət eləndə piyələnmə ilə bağlı həkimə GLP-1 təyinatından sonra bu adamın spirtli içkilərə olan asılılığı da azalır və yox olur. Tək spirtli içkilər yox, tütün asılılığı da azalır. Bu mövzuda da ürək açan elmi tədqiqatlar çoxdur.